Təbrik edirəm qələbə münasibəti ilə. İki sualım var idi. Birincisi, oyunun qəhrəmanı sayıla bilən Sambu, Abbakarın gəlişinə qədər demək olar az gol vurmuşdu. İndi səhvləmirəmsə 7 gol vurub, artıq Bombardilər siyahısında lider sırasındadır. Bu da sizin dönəmə təsadüf edir. Sizin dönəmə təsadüf edir. Bu sizin vaxtınıza təsadüf edir. Bu sualı biraz Lori ilə verəcəm. Necə tərcümə də belə deyirlər. Siz ona nə yedizdirib, çizdirmişsiniz ki, şirə pələngə dönüb? Ну, я перш за все хочу привітати прихильників Нефчі з перемогою. Birinci növbədə Neftçinin azarkeşlərini mən qələbə münasibəti ilə təbrik edirəm. Наскільки я знаю, на тій неділі свято було, якась годовщина фанатського руху. Yadınızdadırsa bir neçə həftə əvvəl bu Neftçinin azarkeşlərinin klubunun bir il dönümü idi, bayramı idi. Neftçinin ad günü idi, bəli. Але я трошки приболів і не зміг появитися там. Mən həmin vaxt xəstələnmişdim biraz, ona görə də orada iştirak edə bilmədim. Я хочу вибачитись перед фанатами, вболівальниками, керівництвом клубу. І дуже подякувати їм за те, як вони нас підтримують, завжди поруч з командою. Тому, я думаю, і є на зараз цей результат. Və ona görə də birinci növbədə Neftçinin azarkeşlərindən, fanatlarından üzr istəyirəm və rəhbərliyinə üzr istəyirəm ki, mən orada iştirak edə bilmədim. Amma deyim ki, əsas elə onların dəstəyidir ki, hər zaman komandanın üzərində olub ki, biz bugün belə nəticələr əldə edirik. Що стосовно Самбу і Абубакара. Sambu və Abubakara gəldikdə isə Це два непогані форварди, які зараз знаходяться в Нефчі. hər ikisi yaxşı forvarddır, Neftçidə bugün oynayırlar. Вони різнопланові. Fərqli planlarda oynayırlar. Тому мені, як тренеру, трошки важко, тому що треба вибирати. Але, в принципі, я задоволений тим, як проводить ігри Самбу і Абубакар. Mənə bir məşqçi kimi seçim eləmək çətindir. Amma mən bugün həm Sambunun, həm də Abbakarın oyunundan razıyam. І я задоволений, що вони забивають. Mənə xoşdur ki, onlar gol vururlar. Ну, я думаю, що вони змінили повністю себе в тому, що набагато краще стали працювати і грати на команду. Amma gördüyüm odur ki, onlar özlərini də çox dəyişiblər. Yəni bu nədə özünü göstərir? Daha çox özlərində işləyirlər və komanda üçün oynayırlar. Я думаю, якщо вони далі так будуть працювати, вони ще краще будуть. Və bu cür öz üzərlərində işləməyə davam etsələr, daha yaxşı oynayacaqlar. Так. Belə. Və belə bir vaxtda heç bir baş məşqçi istəməz ki, komanda tonusdan düşsün. 2 həftəlik fasilə sizi nə dərəcədə qayğılandırır və vəziyyətdən necə çıxış yolu tapmağı düşünürsünüz? Ну, я розумію, але нічого не зробиш. На сьогодні дамо їм 2 дні відпочинку, тому що у нас 21-го гри не буде. І зробимо все для того, я попросив у керівництва, щоб знайти або суперника і зіграти контрольну гру, або якщо не буде, то зіграємо між собою таку 2 складами між собою. Тому що не хочеться випадати з тонусу і з цього руху, який ми набрали. Və belə deyim, bu oyundan sonraki günlük istirahətləri olacaq, amma gələn həftə bizim oyunumuz yoxdur. Mən rəhbərlikdən də xahiş etmişəm ki, ya bir kontrol, bir oyun bizim üçün həll olunsun. Əgər o olmasa da öz aramızda oynayacağıq ki, biz, çünki niyə görə bunu eləyirik ki, komandanın tonusu düşməsin, yəni tonusda saxlayaq və bax, davam etdiyimiz yola da davam edək. Sizi ürəkdən təbrik edirəm. Çünki bu qələbə son dövrlərdə təxirə salınan oyunlar fonunda azarkeşlərə hava su kimi lazım idi. Maraqlıdır, bu cür qələbələrdən sonra komandanın oyuncularına mükafatlar verilirmi növbədən kənar? Sir deyilsə nə qədər verilir? Sizin xəbəriniz olurmu? Сама краща нагорода для них – це перемога. Onlar üçün ən böyük mükafat qələbədir. І 3 бали, які ми сьогодні
відпрацювали і заробили. Yəni bugün biz işlədik və 3 balı qazandıq. Я думаю, що це саме найкраща нагорода, тому я спілкуюся багато з ними, відношення дуже гарні, тому будемо працювати ще більше і думаю, все буде добре. Mən onlarla çox ünsiyyətdə oluram və onların münasibəti də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şeydə daha yaxşı olacaq. Qələbə münasibətlə təbrik edirəm. Sizə qədər dərin ehtiyatda oturan futbolçular, məsələn Ştoqrev, biz görürük ki, artıq daim oyun təcrübəsinə malik olurlar. Amma biz görürük ki, optimal heyəti yoxdur. Siz bütün futbolçulardan istifadə etmək istəyirsiniz. Bu nə ilə bağlıdır? Siz optimal heyəti elə formalaşdırmamısınız, yoxsa bu Neftçinin oyun prinsipindən irəli gəlir? Çox sağ olun. Ну, дивіться, для мене дуже важко, тому що на сьогоднішній день у нашому складі є, не враховуючи голкіперів, воротарів, 23 футболіста. Belə deyim, əgər biz qapçıları nəzərə almasaq, hal-hazırda bizim komandanın heyətində 23 futbolist var. Вони всі дуже гарно працюють на тренуванні. Onlar hər biri məşqlərdə çox yaxşı yəni iştirak edirlər və oynayırlar. Я розумію, що всі разом вони не можуть вийти і грати, Mən əlbəttə anlayıram ki, hər kəs birlikdə çıxıb oynaya bilməz. але вони заслуговують на те, щоб дуже щільно дивитися за їхніми тренуваннями на протязі неділі. Amma onlar əlbəttə ki, buna layiqdirlər ki, kifayət qədər həftə ərzində böyük bir toplanışlarda, məşqlərdə iştirak edirlər və bunda davamı olmalıdır. І давати змогу кожному з них приймати участь в іграх. Тому що якщо футболіст тільки тренується і не грає, ви ж бачили, які зла така поневолі може Карабах, коли після ігор там змінював склад. І що, коли люди довго не грають, все рівно, як би ти не хотів, а пропадає ігровий ритм. Тому потрібно їх мішати, потрібно їх давати змогу грати. І я ще раз повторююсь, в нашій команді нема зірок, в нашій команді є команда, сім'я, і кожен б'ється друг за друга. Тому буде так. Коли з'являються зірки, дуже складно керувати командою. Bilirsiniz ki, mən ümumiyyətlə də və buna görə də şərait yaradıram ki, onların hamısı oyunda da yəni çıxış etsinlər. Çünki əgər oyunçular ancaq məşqlərdə olursa və oynamırlarsa, bu zaman yəni fərqli nəticələr ortaya çıxır. Məsələn, Qarabağın oyunlarında da gördünüz ki, deyək ki, bəzi hallarda dəyişikliklərə getdilər və hansı nəticələr burada meydana çıxdı. Yəni, uzun müddət oynamayan oyunçu çıxmırsa, ancaq məşqlərdə olursa, o ritmini itirir, oyunçu ritmini itirir və biz ona görə də hər zaman onu qarışdırırıq ki, oynayanlar və ehtiyatda duranlar hamısı bir-birlərini əvəz edə bilsinlər. Və mən bir də həmişə də deyirəm ki, bizim komandada ulduz yoxdur. Hər biri yəni, oynayır, bizdə komanda var, ailə var. Çünki komandada ulduzlar olanda onları idarə etmək də çətindir. Bax, bizim danışma fəlsəfəmiz də budur. Təbrik edirəm mən də. Söz, yəni Ukrayna mətbuatına səhv eləmirəmsə müsahibədə bildirmişsiniz ki, Azərbaycanda Qarabağ və Neftçi, Ukraynada Dinamo Kiyev və Şaxtyor kimi bir komandalar sayılırlar. Maraqlıdır, bu qarşıdakı oyunu təxirə salınmasına ümumi münasibətiniz necədir və bunu Ukrayna müqayisəsi ilə aparsaq və şəxsi bir fikrinizi də bildirərsiniz. Yəni komandanın indiki hazırki durumunda oyunun təxirə salınması Neftçiyə necə təsir edə bilər? Yəni demək olarmı ki, artıq Neftçi yəni artıq formanı yığmağa başlayıb? Ну, дивіться, давайте, я думаю, пора вже закривати цю тему. Mən belə deyim, gəlin bu mövzunu məncə bağlamaq vaxtıdır. Зібралися з керівництвом, я і всі решта спілкувалися і прийняли рішення, що цей матч буде перенесений. Для того, щоб в цей нелегкий час допомогти нашій команді азербайджанській, яка на сьогодні робить багато для азербайджанського футболу. Тому крапка і все.
Мы так вирішили. Belə deyim, yəni mən də özüm də rəhbərliklə görüşdük və biz birlikdə belə bir qərar verdik ki, belə bir çətin vaxtda Azərbaycan komandasına dəstək olar, hansı ki Azərbaycanın böyük futbol arenasında təmsil edir. Yəni belə qərar verdik, bu bizim qərardır və nöqtə. Я знаю, що це для нас також не дуже, що збивається ритм, але я думаю, ми справимося з цим. Bəli, bizim üçün o qədər də ola bilər yaxşı olmasın, çünki ritmdən düşünürük, amma ümidvaram ki, hər şey yaxşı olacaq. І бажаю перемоги команді Карабах в грі з Ньюкаслом. Хай йдуть далі. Belə də deyim ki, Qarabağda Newcastle-la oyunda qələbə arzu edirəm. Це тільки на користь всьому Азербайджану. Bu bütün Azərbaycanın xeyrinədir. Ваша країна цього заслуговує. Sizin ölkə buna layiqdir. Əgər başqa sual yoxdursa, Yaxşı sonuncu olsun. Neftçi ətrafında son illər ən çox soruşulan sual Neftçi nə vaxt qayıdır sualıdır. Bu gün artıq 6-cı oyunda komanda məğlub olmur, ardıcıl 3 oyunda qələbə qazanır. O sualın cavabı olaraq haqqında müsbət fikirlər bildirdiyi azarkeşlərə yaxın gələcəklə bağlı nələr deyə bilər? Ну, ви знаєте, футбола без вболівальників не буває, так я розумію? що? Belə deyim ki, azarkeşsiz futbol olmur. Birinci olur. У нас дуже непогані стосунки, але мені дуже хотілося б ще раз підтвердити, що щоб вони з нами були завжди в часи такі і не дуже добрі. Və bizim yaxşı münasibətlərimiz davam edir. Mən ancaq onlardan nə istəyə bilərəm ki, onlar hər zaman bizimlə olsunlar. Həm belə xoş vaxtlarda olsunlar, həm də o qədər xoş olmayan vaxtlarda həmişə bizimlə olsunlar. Це саме те, що потрібно для Нефчі і для наших вболівальників. Bu həm Neftçiyə, həm də bizim azarkeşlərimizə lazım olan elə budur. Я пишаюся вболівальниками Нефчі і фанатами. І дуже радий, що є велика армія вболівальників у клубу Нефчі. Mən bizim azarkeşlərlə, Neftçinin azarkeşləri ilə fəxr edirəm və çox sevinirəm ki, Neftçinin böyük bir azarkeş ordusu vardır. Дякую вам дуже. Sizə təşəkkür edirəm. Çox sağ olun. Gözəl gün olsun.